Salam hər birinizə. Siz fərqli söhbətdəsiniz, fərqli söhbəti dinləyirsiniz. Bu podkastda biz autizmdan, valideynliyin çətinliklərindən və real hadisələrdən danışırıq. Bu gün çox həssas mövzudan danışacağıq. Autizm, dərmanlar və komorbid xəstəliklər. Bugünkü qonağımız hər kəsin, çoxlarının yaxşı tanıdığı Aydan İskəndərzadədir. Xoş gəlmisiniz Aydan xanım. Xoş gördük. Xoş gəlmisiniz. Çox şadam burada sizlə olmaqdan. Gözəl mücadilə edən iki dənə ananın yanında olmaq mənə də güc verir. Təşəkkür edirəm. Aydan xanım, biz bu gün fikirləşdik ki, çox açıq danışaq. Bəsit söhbətlərdən kənar çıxaraq daha çətin mövzulara toxunaq. Çünki hər birimiz sosial şəbəkəni istifadə edirik. Hər birimiz maarifləndirici videolar da çəkirik. Siz ümumiyyətlə bizdən də çox edirsiniz əlbəttə ki, işiniz də budur. Bir çoxumuz artıq bilirik ki, autizmin dərmanla müalicəsi yoxdur. Bundan dəfələrlə siz də danışmısınız. Mən də bloqda bu barədə çox danışıram. Amma hər birimiz bilirik ki, psixiatr qəbulunda olanda psixiatr illaki bir dərman yazır, bir reseptə bir nəsə yazır. Amma həm də bilirik ki, autizmlə yanaşı müxtəlif komorbid xəstəliklər ola bilər. Psixiatri xəstəliklər də ola bilər, nevroloji xəstəliklər də ola bilər. İstərdim siz həm öz təcrübənizə dayanaraq, həm də ümumiyyətlə psixiatriyaya dayanaraq hansı komorbid xəstəliklər, psixiatri, nevroloji daha çox görülür sizin praktikanızda və nə dərəcədə autizmli uşağın funksional həyatına təsir göstərir? Çox gözəl bir sualdır və bu suala tam səmimi cavab vermək istəyirəm. Dediniz ya, psixiatra getdikdə mütləq resept yazılır. Əsla. Dünyada belə bir şey yoxdur. Mən Türkiyədə autizm spektr pozuntusu olan hər uşağa dərman yazmırdım. Mən ölkəmizə son 5 ildir gələndən sonra məcbur yazmağa başladım. Niyə deyə soruşsanız, doktor, yəni sən təhsilində sən hocalarından görməmisən ki, orada bir nootrop bir dərman illaki yazılsın, ya da ki bir beyin qidalandırıcı bir dərman yazılsın. Çünki mən nəyə inanıram həkimlikdə? Gördüm ki, Azərbaycana gələndə əfsuslar olsun ki, hələ də yəni bu təhsili sırf uşaq və yeniyetmə psixiatriya kafedrasında bu təhsili bitirən insanlar 5 nəfərik biz ölkəmizdə. 10 milyonluq ölkədə 5 nəfərik. Və nəzərə alsaq ki, autizm spektr pozuntusu 31 uşaqdan birində var. Demək ki, bu 5 nəfər çatmır. Ona görə işə kimlər girmişdi bu vaxta qədər? Sağ olsunlar. Onların da, necə deyim, bəzən deyirəm də, onların da haqqını yeməmək lazımdır. Nevroloqlar bu vaxta qədər həmin bu inkişafı fərqli olan uşaqlara müdaxilələr eləyiblər. Əslində nəyə müdaxilə etdiyini bilmədən. Bir çox nevroloq gerçəkdən qarşısındakı uşağın autizm spektr pozuntusu olduğunu bilmir. Onun bildiyi tək şey odur ki, bu normal uşağın inkişafından fərqli bir inkişaf göstərən bir uşaqdır və adını da qoyur ki, inkişaf ləngiməsi. Ensefalopatiya. Nə bilim, işte beyin qan təzyiqi var bu uşağın. Minimal beyin disfunksiyası kimi diaqnozlar qoyub və buna yönəlik də 50 il bundan qabaq olan Sovet dövründə yaradılmış dərman preparatları ilə ailəni yükləyib və ailəyə boş ümid verdiyini görmüşəm ki, sən get bu dərmanları ver, uşağınla heç məşğul ol belə demir. Get bu dərmanı ver, bağçaya qoy, hər şey düzələcəkdir. Bu uşaqlardan yüngül olanları işi qurtarıbdı. Yəni, bu 10 dənə uşaq gəlibsə bunun yanına, həmin bu nevroloqun yanına, əgər vəziyyəti yüngüldürsə, bu korteksinin hesabına, bağçaya getmənin hesabına uşaq inkişaf eləyib. Təbii ki də fərqliliklərlə. Amma ailə o ilk gününə şükür edərək deyir ki, bugün şükür, getdik o həkim bizi diriltdi. Digər 5 uşaq isə qalırdı ortada. Və yaşı keçirdi və artıq ailə də qəbullanırdı ki, ən yaxşı həkimə apardım, ən bahalı rusetdən dərmanları gətirdim, ancaq bizə bir nəticə vermədi. Və mən məcbur qalıb 5 il bundan öncə Azərbaycana gəldikdə gördüm ki, onlar çoxdur, biz azıq. Və məcbur bu vəziyyətə əl atmaq məcburiyyətində idim. Və Azərbaycanda necə bir stigma var idi psixiatra qarşı? Çünki doğal olaraq bir psixiatrlar, yəni var olan psixiatrlar nə zaman dərman yazırdı? Orada bir altda yatan bir davranış problemləri, yəni dərmana gerçəkdən bir ehtiyac duyulanda
dərman yazırdı. Və add olurdu ki, getdik psixiatra, ya bizə heç nə yazmadı doktor. Ya da ki, bizə bir dənə o dərmanı yazdı, hamıya yazdığı dərmanı yazdı. Ona görə onu da vermədim, mən də getdim o birisi nevroloqun yanına. Aydan doktor neynəsin burada? Yəni mən çocuklarıma gerçəkdən o ailələri səhv yönünə düşməsinlər deyə, ailə səhv yöndə istiqamət etməsinlər. Çünki hələ də bilirsiniz siz də elə nevroloqlar var ki, deyir ki, təlim zat nədir? Orada gedəsən uşaq-muşaq olacaqdı. Sən ən yaxşı psixoloq sən özün anası. Mənim dərmanımı ver. Özün də biraz məşğul ol evdə. Bəsdir, heç bir şeyə ehtiyac Valideynləri də yoxdur. inandırırlar ki, Burax Aydan xanım, axarına getsin. Bəli. kurs yazırlar da bu Kurs. dərmanları. 6 ay bu müalicəni eləməsən heç təlimə getməyin də mənası Bəli. yoxdur. Beyni açılmayıb. Bəli. Onsuz da nə öyrənəcək? Bəli, Həm də bəli, siz bəli, 6 ay bunu eləyin. Sonra gəlin yanıma 1 aylıq da müalicə Belə də yazılır və uzadı. belə-belə illər keçir. Amma indi onu da deyim ki, mən də nə etdim? Təbii ki də, yəni o ailələri o yoldan döndürmək üçün çox səhv də bir yola girməmək adına, yəni bizim də vicdanımız, məsuliyyətimiz, bir həkimlik kimliyimiz var. Mən də araşdırıram dünyada bu dəqiqə elmi tədqiqatları gerçəkdən olan araşdırmalarda fayda gördüyüm və şəxsi praktikamda fayda gördüyüm, ehtiyac bildiyim dərman müalicəsi yenə ehtiyac bildiyim uşaqlara yazıram. Yenə hamısına deyil, amma böyük əksəriyyətinə yazıram. Ehtiyacı olana psixotrop qrupu dərmandan, ehtiyacı olana da nootrop qrupu dediyimiz, qidalandırıcı qrupu dediyimiz dərmanları yazıram. Və gerçəkdən də səmimi bir şəkildə deyim ki, onların da asla ailəyə həmişə dediyim şey və bu metaforu işlədirəm ailəyə. Deyirəm ki, bax, sənə dərman yazıram. Bu dərman torpağa atılan bir gübrə kimi düşün. O toxumu təlimlə və sən evdə məşğuliyyətinlə o torpağa toxumu sən atacaqsan. Bu uşaq təlimə getməsə, ya da təlimə getdi amma sən evdə məşğul olmadın. O torpaq ha gübrəli olsun, ha olmasın. Orada heç nə böyüməyəcəkdir. Yəni dərman sadəcə bir katalizator rolu oynayır. Yoxsa heç bir zaman dərman autizm spektr pozuntusunu müalicə etmir. Burada bir məqama toxunum. Məsəl üçün özümdən misal gətirsəm, müəyyən bir yaşa kimi biz terapiyalarda olmuşuq. Və mən həmişə əleyhin olmuşam dərmanların. Bir müddətə kimi fikirləşmişəm ki, uzadaq, görək hara kimi gedirik özümüz. Amma bir nöqtə olub ki, məsəl üçün məktəbə hazırlıq zamanı fikirləşmişəm ki, artıq bacarmıram. Artıq nəsə etmək lazımdır. Və müraciət etmişdim. Birinci elə getdiyimiz həkim də siz olmusunuz da. Amma psixoloji özümü fikirləşirdim ki, yox, bəlkə dedi dərman lazım deyil. Bəlkə dərmansız bacararıq və s. Bu indi valideyn olaraq mən fikirlərimi izah edirəm də. Sizin fikrinizcə hansı zaman sizə artıq aydın olurdu ki, terapiya heç bir olsun, davranış terapiyası fərqli yoxdur, artıq alınmır. Bəli. Hansı klinik göstəricilər sizə kifayət edir ki, deyəsiz ki, dərmana farmakoloji müdaxilə artıq ehtiyac var, başlayın. Bəli. Yəni o məni kimi valideyn hansı sözlər deməlisiniz ki, o sizə inansız ki, o yoluna da getsin. Bəli. Belə deyim. Əslində bax bizim autizm spektr pozuntusunda komorbid xəstəlik deyəndə bəlkə bizi çoxu başa düşmür. Nəyi nəzərdə tuturuq? Autizmin əsas simptomları ilə yanaşı olan fərqli problemlər. Məsəl üçün, uşağın yuxu problemi var. Ən təməl problem uşaqlıqda, körpəlikdə bəlkə sizlər də yaşamısınız. Ən tez-tez rast Bəli. gələn. Autizm spektr pozuntusunun uşaqlıq dövründə ailənin ilk hər zaman dediyi şey bu uşaq yatmır. Şimdi bax bu yuxu problemi olan bir fərd, bir ailə düşünün. Yuxu nədir? Yuxu insanın, həm yetişkinin, həm uşağın günün bitimindən sonra bu gün yaşadığı günü bağlayıb təzədən restart, təzədən bir yenilənmə olub, yeni bir yola, yeni bir günə başlamaq üçün bir pauzadır. Bunu əgər uşaq yaşamırsa, ona baxan anası yaşamırsa, gedib evinə pul, həmin o təlim üçün çörək qazanacaq ata yaşamırsa, bütün olunan şeylər də xaosa dönüşür. Yəni bütün olunanların da bir mənası qalmır. Çünki uşağın beynində hər zaman deyirik, normal inkişafda olan uşaqda gün ərzində öyrəndiklərini beyninə həkk eləməsi üçün axşam 22 ilə gecə 2 arasında
və fiziki və emosional inkişafı üçün, beynin təzədən yenidən qurulma işləri aparılması üçün yuxuda olmalıdır. Bir çocuk düşünün, təlimə gedir, gecələri yata bilmir. Gecə saat 9-da yatır, 12-də oyanır, sonra saat 5-ə qədər oyaq qalır, sonra təzədən 1-2 saat yatır, elə təlimə gedir. Bu çocuğun nə gün ərzində öyrəndikləri yaxşı olacaq, nə emosional, siz özünüz düşünün, gecə yuxusuz qalmısınız. O gün hər şey sizə batacaqdır. Hər səs, hər bir söz, gərgin olacaqsınız. Heç bir şey eləməyə həvəsiniz olmayacaq. Həmin bu yuxu yata bilməyən uşağı mən təlimdə oturdub, ona nə öyrədəcəm? Ya da ki sonra həmin bu gecəni yuxusuz qalan ana gəlib o uşağınla necə məşğul olacaqdı? Ya da gecə yenə yuxusuz qalan ata gəlib daha da əsəbi olacaq. Həmin bu uşaqla məşğul olunması gərəkən anaya daha çox, nə bilim, onunla daha çox dalaşacaqdı o gün. Oldu mu xaos? Yəni bir uşağa mənim hər zaman baxdığım şey nədir? Bax, verdiyim sual nədir ailəyə? Uşağınızla bağlı son vaxtlar sizə ən çətinlik yaradan mövzu nədir? Məsələn, kimi deyir ki, doktor, yuxu problemi. Kimisi deyir ki, doktor, bir saniyə durmur. Kimisi deyir ki, doktor, çölə çıxa bilmirəm, məsələn, qonaq gedə bilmirəm, bunu almışam buna görə. Kimisi də, məsələn, dünən bir ana gəlib deyir ki, doktor, bu uşağın heç bir əziyyəti yoxdur. Var elə uşaqlar. Var elə uşaqlar. Heç bir əziyyəti yoxdur, sakit olduğu yerdəcə qalır. Ona görə, məsələn, o dediyiniz kimi hansı ailə mənə müraciət, yəni gündəlik yaşamda uşağın davranışıyla, yuxusuyla, qorxusuyla, həyəcanıyla, kimisində takıntısıyla, kimisində hipersensitivitəsi ilə, emosiyasını idarə edə bilməməsi ilə, aqressiyasıyla, pəncərədən bir şeylər atmasıyla demirəm hamısını çözə biləcəm. Yəni mən demirəm ki, işte gələcəksən uşağın pəncərədən nələrsə atır, sıfır, yəni doktor hamısını həll eləyəcək. Amma yəni verdiyim sual təbii ki də odur ki, sizə son zamanlar ən çox çətinlik yaradan bu uşağın baxımı ilə ilgili nə var? Ona görə də mən bir yol çizirəm özümə. Və dediyim şey nədir? Məqsədim heç bir zaman problemi sıfırlamaq deyil. Amma bir insan düşünün, həftənin 7 günü yatmır. Mənim müdaxiləmdən sonra 4 gün yatır, 3 gün yatmır. Asanlaşır istər-istəməz. Xətəbə. Yəni anıya mənim bir 30% bir köməyim olsa, mən özümü belə deyim də xoşbəxt və rahatlamış hiss eləyirəm. Aydan xanım, bildiyimiz kimi psixiatriya bütün dünyada kifayət qədər stigmaya uğramış bir sahədir. Və bayaq da siz danışdığınız, əvvəldə danışdınız ki, Azərbaycana gələndən sonra bir başqa stigmalardan da üz-üzə qaldınız. Hansı ki, bu dünyada belə deyil, amma Azərbaycanda belədir, təəssüf ki. Və bu da çoxlu həm etik, həm də klinik çətinliklər yaradır. Resept təyin edərkən, dərman təyin edərkən. İşte biz bilirik ki, dərmanlar hər uşağa eyni təsir göstərmir, dərmanların yan təsirləri ola bilər. Autizm özü-özlüyündə kifayət qədər heterogen bir məsələdir və hər aspektinə, indi dediyiniz kimi, ürəyiniz istəyəcək qədər təsir eləyə bilmirsiniz. Bu çətinliklərin öhdəsindən necə gəlirsiniz? Bunu necə balanslaşdırırsınız? Valideynin gözləntiləri belə deyə həyata keçməyəndə bunu ona necə izah edirsiniz? Belə deyim, birinci məsələn, bax bu dediyiniz məsələdə mən hər zaman bir ilk başda özümə dönüb baxıram ki, Aydan, sən əlindən gələni etdinmi? Məsələn, məni izləyənlər bəlkə də bilir, mən çox oxumağa çalışıram. Görürük. Bəli. Gözləyirik. Bəli. Bu oxumağın bilirsiniz səbəbi nədir? Şimdi autizm spektr pozuntusu elə bir problemdir ki, o bəli, nöqtə qoyulmur, bitmir. Və o analar o anaların yaşadığı o çarəsizliyi, o əziyyəti asla başa düşdüyümü deyə də bilmirəm. Çünki 24 saat o uşaqla olmaq və ömür boyu uşaqla olmağın qarşılığını heç bir həkim nə qədər empatiyamız da yüksək olsa biləməz. Yəni o qədər iddialı deyiləm. Amma ən azından gördüyüm qədər çox əziyyət çəkilir. Ölkəmizdə hələ bu oturuşmuş daşlar tam oturuşmayıbdı. Nəinki ölkəmizdə, dünyada daşlar oturuşmayıbdı. Doğrudur. Biz də bir 5 addım daha da geridənik bu mövzuda. Ona görə mən deyirəm ki, mən bir insan olaraq hər səhər bir yarım saat daha az yatım. Amma durum, bəlkə öyrənəcəyim, oxuyacağım bir şeylə ya o ananı daha çox başa düşərəm, ya yeni bir şey anlayaram bu mövzuyla bağlı, kimi özümə yönəlik bir tənqidim davam eləyir.
Ona görə resept konusuna gəldikdə, şimdi ana məndən gözləntisi var təbii ki də və dedikləri şey, işte o boyda pul veririk də doktora da, nəyinədir, dünən yada gəlib. Siz yarım saata nətər başa düşdünüz ki, bu uşaqda autizm var. Yəni onun aspektindən deyirəm ki, haqlısınız əslində siz. Yəni mən də istər-istəməz bir həkimin yanına gedəndə insan istəyir ki, bir analiz eləsin, bir qarnına baxsın, bir ürəyinə qulaq assın. Yəni bir ultrasonda bir şeyi görsün də ki, bir diaqnoz qoysun. Yəni deyirəm ki, atası haqlısınız. Yəni haqlısınız ki, düşünürsünüz ki, mən o uşağı müşahidə ilə necə başa düşdüm ki və belə ağır bir diaqnoz qoyuram. Yəni elə bir diaqnoz qoyuram ki, deyirəm ki, o həyatı boyu sizlə olacaqdı. Həmin bax bunu daha rahat bir belə deyim də, özümdə o içimdə o vicdan etmədən ifadə etməm üçün həm özümü inkişaf etdirməyə çalışıram ki, yanlışım olmasın. Həm də ki, yetərli hiss eləyim o ailənin qabağında. Sualımıza gəldikdə, sualımız nə idi? Heterogenliyi, fərdi hə, yan hə. təsirləri olur, istədiyimiz kimi Bəli, olmur. bəli. Sualımıza gəldikdə isə, bəli, ailəyə dərmanı yazanda dediyim ilk cümlə budur. Normotipik uşağın bədəni ortalama insanlar eyni reaksiyalar verir. Amma autizm spektr pozuntusu olan uşağın metabolizması tamamilə fərqlidir. Nə ilə fərqlidir onu da bilmirik. Yəni bir fərqli olduğunu bilirik sadəcə. Kimisində veririk, məsəl üçün A dərmanı normotipik 3 dənə insana verərsən, bilərsən ki, %90 aşağı-yuxarı ortalama eyni rankdan olacaq, bir amma autizm təsir spektrunda olacaq. da tam fərqli. Verirsən birində dərmanı, məsələn, eyni dərman versən, onun anası zəng edir ki, doktor, uşaq çox halsızdır, yatdığı yerdən qalxmır. O birisi ana da yazır ki, doktor, pəncərədən zor tutmuşam uşağı, özünü işte pəncərənin başına dırmaşır, bilmir nə edir. Yəni eyni dərman birisində tam, yəni əks təsirlər, tamamilə 180 dərəcə fərqli təsirlər göstərə bilər. Ona görə ailəyə kartımı verirəm. Deyirəm ki, bax, burada mənim nömrəm var. Sualın olduqda yazırsan. Şimdi verdiyim heç bir dərmanın təcili, yəni 24 saatlıq mənim o anda cavablayacağım dərəcədə bir şey olmaz. Məsələn, onu bilirik. Uşağın əgər başqa bir problemi varsa, məsələn, epilepsiyalı bir uşaqdsa, epilepsiyası tutdusa, orada zaten mən bir şey eləyə bilmərəm. Təcili tibbi yardım aparacaqsan. Yəni mən bir psixiatrın 24 saat belə deyim də təcili bir vəziyyətimiz olmur. Deyirəm ki, mən ən geç 24 saat içində sənin sualını cavablayacağam özüm. Elə də olur. Bəli, əlimdən gəldiyi qədər də, yəni yenə səhər tezdən də kimi zaman durub onları tamamlayıram. Və deyirəm ki, ilk 10 gün bədənin dərmana alışma dövrü var. Yəni uyğunlaşma dövrü var. Və bu uyğunlaşmada sənin uşağında ürək bulantısı da ola bilər, halsızlıqda ola bilər, yuxu halı da ola bilər, kusmada ola bilər, coşmada ola bilər, ağlamada ola bilər, qıcıqlanmada ola, hər şey ola bilər. Deyirəm ki, bu 10 günü gözləyirik, dözürük. Amma 10 gündən sonra davam edən hər hansı bir yan təsirdə mənə mütləq yazırsan. Onu artıq belə deyim, dozu ayarlayırıq. Ona görə, yəni bu sualınızın cavabı, yəni bununla necə başa çıxıram dediyinizdə ailə ilə tez-tez kontaktda olaraq. Yəni çünki hər uşağın dərmana verdiyi reaksiyası fərqlidir. Mənim gündə WhatsApp-ıma gələn mesaj, məsəl üçün o gün 40 olanda sevinirəm ki, nə azdır. Və dostlarım, məsələn, Türkiyədən mənim belə rəfiqələrim hələ də var. Onlar şoka düşürlər ki, yəni sənə niyə bu qədər ulaşa bilirlər? Yəni bu nə deməkdir? Çünki bizdə hər şey biraz daha fərqlidir. Yəni Türkiyədə mənim həmin o dostum da yazır dərman, mənim yazdığımı yazır. Deyir Amma ki, acil bir görmürsən. şey olanda gedərsən acil yardıma. Aydan xanım, bu dərmanları yazdınız. Valideynlər getdilər evə, 10 gün müşahidə edirlər. Yan təsirlər hansı yan təsirləri görülməlidirlər ki, sizə yazarkən siz deyirsiniz ki, onda dayandır. Bəli. Başqasına keçəcək. Birinci dərmanı dayandırmağa heç bir zaman həvəsli olmuruq. Çünki ailəyə də deyirəm, dünyada barmağımızın, işte əllərimizin barmağı qədər keçəcək dərəcədə dərmanımız yoxdur onsuz da bizim. Yəni psixotrop dərmanlar da belə 500 milyon dənə antibiotik kimi yoxdur.
çox qısıtlı saydadır və hələ də bəli antipsixotik dərman bir saysaq bir 40 dənəsini saya bilərik. Amma autizm spektr pozuntusunda fayda gördüyümüz 5-10 dənədən daha fazla deyil. Uşaqlara verə biləcəyimiz 5-10 dənədən daha fazla deyil. Ona görə əlimizdəki dərmanı o dəqiqə tamam kəs verməyəcəyik bunu deyəcəyimiz lüksümüz yoxdur. Məsələn, diqqət dərmanlarında da həmçinin. Elə bir lüksümüz yoxdur. Çünki diqqət dərmanı ölkəmizdə kimyəvi diqqət dərmanı bircə dənədir. Başqası yoxdur. Ona görə dərman biraz uşağı coşdurdu, biraz yatırtdı, biraz ağladı o gün. Asla o dəqiqə kəsmirik. Hansı halda, yəni birinci ailə yazanda dozasını ayarlayırıq, verilmə saatını ayarlayırıq. Onun yanaşı bəlkə yanına başqa bir dərman əkləyərək eləyirik. Yəni elə bir dərman olmur ki, mən sizə deyim ki, elə bir hal olmur ki, mən deyim ki, artıq bitdi. Bu dərmanı tamamilə kəsirik. Çox-çox nadir hallarda olan bir şey olur. Alternativi ya da ki, əvvəldən ailədən soruşuram ki, daha əvvəl hansı dərmanları içib, hansı yan təsirlər olub? Onun mexanizmalarına görə də, həmin o dərmanın təsir mexanizmalarına görə də çalışıram onun əmisi oğlunu da yazmayım ki, riski almayaq. Amma kimi zaman dediyim kimi, yəni məsələn diqqət dərmanı ana gəlir deyir ki, əvvəl içdim bu dərmanı, uşaq coşdu. O dəqiqə vazgeçə bilmirəm. O dəqiqə deyə bilmirəm ki, tamam, içməyək. Çox-çox daha az dozalarda başlayıram. Ailəni biraz daha təmkinli olmağa çağırıram. Yəni necə deyim, o axırda bizi gözləyən bir yaxşı bir dilim tort varsa, biraz ac qalmağa dəyər. Ona görə hər zaman biraz daha təmkinlə yanaşmalarını tövsiyə edirəm. Ancaq sorsanız ki, ən sıx gördüyümüz yan təsirlər nələrdir? Əlbəttə o hamının bildiyi halsızlıq, key kimi olma halı. Bunu o dəqiqə təlimçilər ya da ailələr, nənələr, babalar, bax, apardın uşağı həkimə apardın, keyitdi, bax, leş olubdu. Ya mən həmişə ailəyə dedim, mən inkişaf elətdirməyə çalışdığım bir uşağı niyə leş eləməyə çalışım? Yəni mən niyə belə bir hədəfim olsun? Yəni bəzən böyük yaşlarda ana özü mənə yalvarır ki, nə olar elə bir şey yaz ki, bu uşaq yatsın. Qonşu artıq bizi bu evdən çıxardır. Artıq qollarım gömgöy olub məni vurmaqdan. Onu belə yapdığım var çocuklar. Yatırtdığım çocuklar var. Amma uşaq yaşda biz onu təlimə göndərdiyim uşaqda mənim əsla uşağı yatırtmaq və keyləşdirmək kimi motivasiyam yoxdur. Və ailəyə həmişə dediyim şey bu arada biz psixiatrların əlində yatırtmaq dünyanın ən asan şeyidir. Keyləşdirmək ən asan. Gəlin istədiyiniz adamı keyləşdirin mən. Məqsəd elə bir doza ayarlamaqdır ki, nə hərəkət çox artıq olsun, nə də lazımından az olsun. Yəni o ilk 10 günlük təlimçilərə də deyirəm ki, çatdırın ki, ilk 10 gün belə ola bilər. Keçəcəkdir, səbirli olun. Amma deyirəm ki, 11-ci gün, nə bilim 2 həftə sonra uşaq halsızdısa, mütləq mənə bildirin. Mən uşağımın halsız olmasını istəmirəm. Bu dərman yazarkən o situasiyalar olur. Nəyə görə də bu mövzunu buna gətirmək istəyirəm ki, uşaq psixiatriyada off-label dərmanlardan çox istifadə olunur. Hər yerdə mübahisə doludur. Və valideyn sizin otağınızdan çıxarkən əlbəttə hələ anlamırıq, yazmısınız, gedir evə analiz edir, başlayır oxumağa ki, yox, dayanı bir dəqiqə. Bunu niyə yazıb mən? Başlayır sizə yazmaq. Bu axı 12 yaşa qədər Bu verilə yaxı bilməzdi. verməzdi. Bu niyə yazdı? ChatGPT-yə soruşur. Bizə çox tez-tez yazırlar. Misal üçün mənə yazanda deyirəm, yazın Aydan xanımdan soruşun da. Bəs otaqda soruşma. Otaqda anlamadım. Gəldim evdə oxudum, gördüm ki, bu 12 yaşdan yuxarıda axı. Mənim uşağımın 4 yaşı var. Mən niyə bunu verim də? Bəs birdən belə oldu. Gülə xanım, sizdə necə olub? Siz dərmanı vermisiniz axı sizdə. Mən izah edirəm öz prizmamdan, amma həmişə sizə yönəltmək istəyirəm ki, yazın. Və sual olur ki, bəs cavab verəcək? Deyirəm, əlbəttə ki, dərhal cavab verməyəcək, amma mütləq verəcək. Mən özüm şəxsən nə olmadı, 2 həftədən sonra yazıram. Budur. Davam edib saxlayım da. Yəni, hə yazırsınız, hə o da mən də yazıram. Amma məndə hələ də sual altındadır ki, bu uşaq bunu niyə yazıb? O riskləri nəzərə bilirsiniz axı, otaqdan çıxandan sonra suallar gələcək. Onları necə təmsil edirsiniz? Əslində belə deyim. Əslində bax o dediyiniz kimi mən əslində otaq içində bunu başa salmağa çalışıram. Ancaq istər-istəməz o ananın həyəcanı, o anda verdiyim məsələn də xəbər, ananın artıq o beyni buludlanır və belə deyim, o mənim ona hər ötürdüyüm informasiyanı dərmanla bağlı algılamır. Onu da başa düşürəm. Bloklayır. Bəli, onu da başa düşürəm.
Ailələri də başa düşürəm. Şimdi məsələn zaman içində, baxın onu da deyim ki, öz biraz o şəxsimə keçimdə, mən Türkiyədən ilk qayıtdığımda ailələr mənə bu sualı yönləndirdikdə çox öfkələnirdim. Niyə öfkələnirdim? İndi geri dönüb baxdığımda düşünürəm ki, mən bundan öncə işte 6 ildə Türkiyədə çalışmışam. Çünki orada mənim yazdığımı heç kim sorğulamırdı. Heç bir anadan, yəni Türkiyə Cumhuriyyətində yaşayan 80 milyon insanların heç biri doktor, ama senin yazdığın ilaç yazıyor ki içinde 12 sırada yaşında 12 yaşında ama ve orada da yazdığım dərmanlar hər belə deyim, diqqət əksikliyi, hiperaktiv pozuntu olan uşağa qırmızı reçetəli dərman yazırıq. O qırmızı reçetenin üstünə yazır ki, uyuşturucu, uyarıcı Daha həyəcan ilaç. vericidir olan resept. Yani 3 möhürlü falan, yani böyle həkim peçatı, yani çox daha ciddi dərmanlar yazırdım. Yəni onlar yaxşı ki, hələ Azərbaycanda yoxdur. Yəni onları anlatamazdım mən kimsəyə. Heç vaxt sorğulamırdılar və mən belə deyim də, o bir yekəxanalıq da var da, o insan ilk başda ki, yəni nasıl sorğularlar. Birinci çox öfkələnirdim. Ki yəni yazmışamsa verməlisən də. Yəni burada demək ki, bir şey bilirəm yazmışam. 10 il bunu oxumuşam. Ona görə də sənə haqqın var ki, deyim ki, uşağın 4 yaşında olsa da içində 12 yaş yazan dərmanı ver. Amma zaman içində İnsan o böyüdükcə daha necə deyim, biraz da o ölkəmin bu havasına qayıtdıqca inamsızlıq bizim ölkədə çoxdur. Niyə Türkiyədəki insan sorğulamır həkimin yazdığını? Çünki orada həkimə inan var. Qeyd şərtsiz inanır. Bəli, yəni çünki orada həkimdən heç bir fırıldaqlıq görməyibdi. Yəni həkimin heç bir zaman paraya görə gedib illaki metabolik test ver dediyini görməyibdi. Bizdə isə hamı bir-birinə kələk gəlməyə çalışırdı. Yəni bu həkim olsun, fərqi yoxdur. Yəni sən din adamı da olsan, sana güvənməyəcəkdi. Yəni ona görə ailələrin o güvənsizliyini artıq tam mənimsəmişəm. Haqlı olaraq sorğuluyurlar ki, doktor sən dərman yazmışam. Açıb içini oxuyuram ki, burada yazır ki, 12 yaşından balacalar olmaz. İntihar riski var və şizofreniya da verilir. Nə əlaqə mənim uşağımla? Onda da təbii ki də başa salıram ki, həmin bu dərmanlar, yəni həmin o dərman içində yazılanlar yazmaq üçün, daha dərin və geniş şeylər yazmaq üçün daha çox para ödəməlidirlər. Daha geniş çapda tədqiqatlar yapıb, daha belə deyim, o sertifikatı almaq üçün orada o bir cümləni 12 yox 11 yazmaq üçün bir 5 milyon dollar daha fazla harcamalıdır. Və həmin o şirkət də bilir ki, həkim olan kəs bilir ki, orada mən 12 yazsam da, o bilir ki 3 yaşından bu istifadə olunur, bunun elmi tədqiqatları var. Buna görə mən niyə cibimdən 5 milyon dolları daha fazla verim? Onlar öz risklərini də nəzərə alırlar. Bəli, öz risklərini də nəzərə. Sabah mənə işte deyəcək ki, sən qarnın ağrıdı. Orada bütün dünyada ola biləcək hər şeyi şablon olaraq da yazırlar. Yəni ona görə ailənin bu verdiyi suallar haqsız bulmuram, haqlıdılar. Çünki güvənsizlik var, sorğulamağa haqqı var və mən də onu belə deyim də, loru dilində başa salmağa çalışıram ki, dərmanın içində yazanlarla həkimlik olsaydı, hamı həkim olardı. Yəni hamı gedib aptekdən alardı dərmanı, içini oxuyardı, ona uyğun verərdi. Biz bu detalları bilmək üçün, daha dərin oxuduğumuz üçün bilirik ki, neçə yaşından olar və ilk belə deyim də bizim hədəfimiz də zərər vermək yox, fayda verməkdir. Aydan xanım, valideynlər çox tez-tez yazırlar, soruşurlar. Mən də Gülə xanım kimi çalışıram ki, həkimlərə yönəldim. Çünki bir çox sualın cavabı təbii ki, mən də bilmirəm və yaxud da bilsəm də bunu bir həkimin verməsi, daha cavablandırması daha etikdir. Sizə elə gəlmir ki, bizim ölkəmizdə digər ölkələrə nəzərən, daha inkişaf eləmiş ölkələri nəzərdə tuturam, antipsixotik dərmanlar daha erkən yaşlarda verilməyə başlayır. Çünki məsəl üçün biz digər ölkələrin təcrübələrinə baxsaq, orada ilkin etapda tutaq ki, davranış problemləri olan uşağa əvvəlcə mühiti dəyişirlər, işte davranış strategiyaları tətbiq edirlər, vizual cədvəllər tətbiq edirlər, sensor stimulları tənzimləməyə çalışırlar hiperhipoya əsasən. Amma bizdə direkt, yəni problem varsa onu dərmanla belə deyək söndürməyə, öhdəsindən gəlməyə çalışırlar. Yəni mənim gördüyüm belədir və siz nə görürsüz həkim olaraq? Əslində gördüyünüz haqlı bir iraddır ki, axı protokollarda birinci yazır ki, davranışçı müdaxilələr, dediyiniz kimi də sensor yükü azaltmaq, oturduğu stula bax, havanın iyinə bax, qoxusuna bax, sıcaqlığına, soyuqluğuna bax.
Amma bunu da unutmayaq ki, xaricdə yaşayan hər halda yaxınlarınız, tanışlarınız var. Məsələn, bir Almaniyanı götürək, bir Amerikanı götürək. Həmin bu guideline-ların çıxdığı, protokolların çıxdığı ölkələrdə. Mənim şəxsən var tanışlarım, çox əziyyət çəkirlər. Psixiatriya sayəsində yox. Məsələn, uşağı xəstələnir. Qızdıması 38 yarımdır. Aparırlar xəstəxanaya. Antibiotik yox. O uşaq sepsisə girməlidir ki, sənə antibiotik versinlər. Niyə? Çünki həmin bu protokollar çıxan və xarici dediyimizdə Avropa ölkəsində, işte Amerikada, burada hər şey çox belə deyim, pasiyentin faydasına olacaq şəkildə olur. Həkimlər çox yarğılana bilir və yarğılanan sadəcə həkim deyil, sığorta şirkətləri, xəstəxana, baş həkim. Ona görə kimsə risk almaq istəmir. Deyir ki, yəni mənə görə o dediklərimiz, get başının çarəsinə bax. Yəni get bunları yap. Yaparsan biraz daha gözləyəcəkdir. Biraz daha ay bunu da əkləyəlim. Biraz zaman uzadaraq, məsələn, həmin bu dediyiniz irada əsasən Amerikadan bir çox Azərbaycanlı ailələr gəlir. Avropanı saymıram belə. Bəli, Amerika qulaq asanlar deyəcək, nə oldu doktor, siz deyirsiniz ki, ən yaxşı tibb Azərbaycandadır. Ən yaxşı tibb Azərbaycandadır demirəm. Xarici ölkə, Amerikadır, Avropadır, tibbin dərinlikləri ilə və çox güclü bir şəkildə hər şeyin qaynağını, təməlini, səbəbini bilir, risk almağı sevmir. Deyir ki, bana bu lazım deyil. Mən elmi olaraq bunların belə olduğunu bilirəm, amma risk almıram. Bunu, çünki sabah sən mənə deyəndə ki, uşağım sənin dərmanını içdi, ürəyin bulandı, mən səni məhkəməyə verirəm. Deyir ki, bana ne? Get biraz uğraş. O ki, ana yıpranır. Axırda o tamam, ürək bulansın, kusursa da kussun, heç bir şey olmaz. Hər şey biz elədik əlimizdən gələn qədər. Yəni deməyim odur ki, bu protokollar, o dərmana keçmə dövrü, bu sadəcə autizm spektr pozuntusunda belə deyil. Avropada, Amerikada bütün guideline-lar, bütün xəstəliklərdə, bu şəkər də olsun, təzyiq də olsun, boğaz infeksiyası da olsun, bir rak müalicəsi də olsun, hər zaman yavaş addımlarla həm özünü qarantiya altına almaq üçün, həm də kimi zaman vaxt qazanmaq üçün. Məsələn, sırf autizm spektr pozuntusunda vaxt qazanmaq üçün olsun Rusiya, olsun Almaniya, olsun Amerika, uşağın 4 yaşını, məsələn, niyə 3 yaşını gözləyirik, niyə 4 yaşını gözləyirik? Hamısı sığorta yükünü azaltmaq üçün. Yəni biz belə dar çərçivədən baxırıq, sanki ailəyə, yəni dövlətlər biraz ona baxmır. Yəni ailəyə yük olmasın deyə deyil. Əgər 2 yaşından o çocuğa autizm spektr pozuntusu deyəcəksə o ölkə, artıq o demək ki, ömür boyu ona baxmalıdır. Onun hər şeyini o eləməlidir. Və bu da maddi olaraq çox böyük bir yükdür ölkə üçün. Ona görə deyir ki, yüngüllər bir səpələnsin. Bir məsələn də o yüngül olacaqlar azalsın. Məsələn 2 yaşında eyni simptomu bir 20 uşaq daşıyırsa, onun bir 10'u zaten toparlayır. Yəni spektr deməyəcək, ona başqa bir şey deyəcəkdir və daha yüngül belə deyim də maddi yüklə altından qalxacaqdır. 4 yaşına çatanlar da artıq məcbur, ondan sonra baxacağam mən onlara. Ona görə təbii ki də deməyim onda deyil ki, yəni elə bəzən ailə gəlir, 1 yaş yarımlıq uşaqdır, bayaq bir ana yazıbdı. Başını yerə vurur. Doktor, buna nə dərman verim? Deyirəm, heç bir şey. 1 yaş yarımlıq uşaq başını yerə vurar. Yəni etiraz eləmək üçün yapa biləcəyi tək şey başını yerə vurmaqdır. Ancaq mən əgər orada görürəmsə, ailəyə də baxıram. Yəni burada hər uşağa çox individual yanaşırıq biz. Şəxsən biz deməyim də, mən individual baxıram ki, məsələn, bu ananın artıq gücü bitibdir. Bu ana artıq, yəni bu çocuğa faydadan çox uşaq belə davrandığı müddətcə zarar verəcəkdir. Ona yazıram dərmanı. Amma o bir saniyə baxıram ki, tamam ya, bu ana bu uşağın arada durub, nə bilim, dərs əsnasında 5 dəfə tualetə getməsini tolerə eləyəcəkdir. Tamam, o dərmansız da gedə bilər. Amma şunu düşünürəmsə ki, əgər onu ailə ilə də paylaşıram. Bax, deyirəm ki, tamam, böyle də davam edə bilər sənin çocuğun. Normaldır. Sən də deyirsən ki, şikayətçi deyiləm. Mən alışmışam bu uşağımın 5 dəfə durmasına. Müəllim də heç bir şikayət eləmir. Amma mən qabağımda uşağı görürəm ki, uşağın havada buluddadır. Mənim verəcəyim dərmanla bilirəm ki, bu uşağın potensialı bir olmaya 30-40% artacaqdır. Ona yazıram mən o dərmanı. Deyirəm ki, mən bu çocuğu görürəm. Tamam, sən də şikayət eləmirsən, məktəbdə deyir yaxşıdır. Amma mən bilirəm ki, mənim bu eləyəcəyim müdaxilə ilə sən uşağın yaxşı ola bilər. Ona görə yazıram. Verib verməmək, gəlib ağzına uşağının dərmanını zorla qoya bilmərəm.
Özün bilərsən. Amma belə də ailə olur ki, ailə məndən yalvarır ki, nə olar dərman yaz. Deyirəm ki, mən yazmayacağam. Yəni eləsi də olur, eləsi də olur. Bu Çox fərdi Bəli, yanaşır. bəli. Bu yaxınlarda hamımız yəqin oxuduq. Bir situasiya var idi deyəsən. Ya Avstraliyada, ya Amsterdamda dəqiq o məlumat yox idi. Hər birinə yazırlar. Bir ailə uşaqlarını da öldürmüşdü özünü və s. Orada nə idi də? Yəni ölkə özünə götürür axı dediyin söhbət elə bir problemi olursa, hər bir xərcin amma o necə gedir? Sübut etməlidir ki, vəziyyət elə pisdir. Yəni biz artıq yaşaya bilmirik. Hər dəfə də onlar esse yazmalı olurlar. Və essenin birində çox yox, məncə bununla yaşaya bilərsiniz deyərək onları çıxartmışlar o şeydən, öhdəlikdən. Ailə də məcbur qalıb hər şeydən imtina edib, özləri çalışdılar, alınmadı. Ona görə bu bir qərar verdilər ki, bu yaşayışı artıq çözə Bizə bilmirik. kənardan həmişə digər ölkələrdəki Bəli, vəziyyət daha cazib görünür. İşte Amerikada belə məktəblər var, belə tibb belə inkişaf eləyib, amma tam fərqlidir. Bəli, orada yaşayan valideynlərlə birəbir söhbət eləyəndə görürsən ki, nə təhsil sistemi o qədər ideal deyil, nə tibb sistemi o qədər ideal. Biz Azərbaycanda, ya Rusiyada, ya Türkiyədə tibb daha əlçatandır. Bəli. Təhsil sistemimizdə bəli, ola bilər ki, biz hələ o qədər inklüziv təhsil sistemi qura bilməmişik, amma Amerikanın özündə belə kifayət qədər problemlər var. Ştatdan ştata dəyişir. Bir ştat daha belə deyək, inklüzivdir, digəri heç deyil. Yəni Heç bir müdaxilə etmirlər. Yəni uşaq buraxırsınız, yəni yaşa və çox ailələr var ki, oradan geri dönüş ediblər, köçüblər dərsdən Bakıya ki, yanaşmalar fərqlidir. Avropada daha çox əlçatandır. Belə yanaşırlar ki, autizm fərqlilikdir, Budur, heç nə eləmək lazım. Siz barışmalısınız və uşağı incitmək olmaz. Amerikada daha çox ABA inkişaf edib, daha çox müdaxilə eləməyə çalışır, işte davranışlarına, autostimulasiya biraz daha çox təsir göstərməyə çalışırlar. Amma son dönəmlər sanki onlar da elə bir ki, görürsüz, bilmirəm nə dərəcədə izləyirsiniz, ABA-nın özündə də artıq etik çərçivələr getdikcə daralır. İşte uşağın ağzına toxunmaq olmaz, işte bu cəzanı vermək olmaz. Hər şey elə bir şəkil dəyişdirir və problemlər çoxdur əslində digər ölkələrdə. Sadəcə biz özümüzdə olanı görürük, onları görmürük. Görürük və həm də bu söhbətlərə nə çıxır üzə ki, siz psixiatriyanı müalicə etmirsiniz. Sadəcə simptomları azaldırsınız. Yəni siz dərmandan çıxarkən təzədən qayıdacaqsınız ona. Elə sualımızı da ona gətirək ki, yəni bununla siz rastlaşırsınız əlbəttə ki, həqiqətənmi biz hələ də simptomları azaldırıq və dərmanlardan çıxarkən vəziyyət təzədən qayıdacaq olduğu kimi müşahidəniz nədir? Belə deyim, açıqcası istər-istəməz o uşaqlıq dövründən dərmanı verib və anidən dərmanı kəsəndə o dramatik pisləşməni ailə görür. Görür ki, dərman verdi, uşaq yaxşıdır, yatdı, davranışı yaxşıdır, hərəkəti yaxşıdır, tabe olur, müəllimlər razıdır. Dərmanı kəsdik, yuxu pozuldu, evdə işte yenə qan su yerinə axır, uşaq bir saniyə durmur və istər-istəməz həmin o ananın zehnində belə bir düşüncə yaranır ki, haqlı olaraq da mənə yazır ki, ay doktor, elə ömür boyu mu içəcəkdi bu dərmanları? Xeyr. Yəni ömür boyu içəni çox nadirdir. Niyə xeyr? Çünki komorbid xəstəliklərdən danışdıq, autizm spektr pozuntusuna, yəni yanaşı olan problemlərdən. Autizm spektr pozuntusuna yanaşı olan ən sıx gördüyümüz problem birinci əslində yuxu problemidir, ikinci sıralarda isə diqqət əksikliyi hiperaktiv pozuntu problemidir. Aqressiya problemidir. Bu problemlər uşağın yaşı böyüdükcə, beynin ön tərəfindəki o prefrontal korteks püxtələşdikcə heç bir uşaq, yəni çox az uşaqdır, heç bir uşaq deməyim də var elə çox hərəkətli hala, yəni sonsuza qədər düz divara dırmaşmır. Yəni ya da ki yuxusu pis olmur. Yəni əksinə yeniyetməlikdə oturduqları yerdən qaldıra bilmirik biz həmin o uşaqlıqda bir saniyə durmayan uşağı. Yəni ona görə dərman ömürlük deyil. Ancaq hər uşaq burada da individualdır. Elə uşaq, yəni onu öncədən bilə bilmərəm ki, mən gəldi Əhməd yanıma. Əhməd 1 il içəcəkdi dərmanı, yoxsa 5 il içəcəkdi. Amma şəxsi təcrübəmə əsaslanaraq ailəyə də deyirəm. 1 ildən daha az içilmir genəlliklə. Yəni mən bu uşağı görmüşəmsə və buna hiperaktiv pozuntudan ya da davranış problemindən dolayı dərman başlamışamsa, çünki onu uşaq son 2 həftədir davranış problemi var deyə mən dərman başlamıram. Bu vaxta qədər olan öykü, müşahidəm, təlimdəki vəziyyətə görə başlayıram və əgər başlanılırsa da deyirəm ki,
ən az 6 aydan daha az söz konusu belə deyil. 1 ildən də çox belə deyim də az o 6 ay olanları çox az görürəm. Ortalama 1 il bismillah deyib başlayırıq. Sonrasında deyirəm, bu nəyə bənzəyir? Elə uşaq var ki, dişini 5 aylıqkən çıxardır. Eləsi var ki, 12 aylıqkən, eləsi var 15 aylıqkən. Bunun üçü də normadır. Yəni 5 aylıq çıxardanda daha wow, super inkişaf göstərən bir uşaq deyil. 15 aylığını çıxardanda, yəni norm hərənin öz bir tempi var. Beləsi var saçı 1 aya uzanır, eləsi var 5 aya uzanır. Eləsi var saçı 10 yaşında ağarır, eləsi var 40 yaşında ağarmır heç. Yəni ona görə bu individual xüsusiyyətlərə əsaslanaraq deyirik ki, bu əvvəl-axır ortalama kitab deyir ki, 15 yaşına qədər 10 uşaqdan 8-i dərman içməyi buraxır. Yəni bu vaxta qədər dərman içən 15 yaşına, yəni uşaqlıqda dərman içən uşaqları toplayıblar, onları təzədən 15 yaşında dəyərləndiriblər və baxıblar ki, əvvəllər dərman içən uşağın 10-undan 8-i artıq 15 yaşında dərman içmir. İkisi içir. Və ona görə də bu sualınıza cavab olaraq ömür boyu içmirlər, ancaq nə qədər ehtiyacı olacaqsa içəcəkdir. Ehtiyacı olub-olmadığında necə müəyyənləşdiririk? Deyirəm ki, bu D vitamini əksikliyi kimi deyil. D vitamini əksiklikdə qan analizi verirsən, az olur. 5 kurs içirsən, baxdırırsan ki, normaldır, vəsə, işimiz bitdi D vitamini ilə deyirik. Burada belə bir qan analizi yoxdur ki, dopaminlə noradrenalin, serotonin nə yerdədir, bir baxaq, deyə bilmirik. Ona görə bu uşağın dərmanlı halı ilə gəlir yanıma, görürəm ki, yaxşıdır, ortalamadır. İdeal deyil, heç bir zaman ideal olmur bu arada. Dərmanla da ideal olmur, onu da ailəyə deyirəm. Amma ortalamadır da, yəni məktəbdən də ayda bir dəfə şikayət gəlir, ana da tamam, tolerə eləyə bilir, dərsdə oturur, öyrənir. Deyirəm ki, yaxşıdır, amma bu yaxşı olmanın 1 il sonra, 2 ay sonra yox. 1 il sonra deyirəm ki, dərmana mı bağlıdır, yoxsa artıq beynindəki həmin o dediyimiz mərkəz mi düzəlibdir? Bunu görmək üçün yavaşca dərmanı kəsirik, 1 ay dərmansız müşahidə eləyirik. 1 ay sonra deyirəm ki, mənə yazın. Vəziyyət nə yerdədir? Davranış necədir, öyrənmə necədir, məktəbdə necədir, təlimdə necədir, evdə sizlə necədir? 10 ananın 5-i yazır ki, doktor, dərmanı 1 ayda kəsmişik, qardaşınla biraz dalaşmalar artıbdı, amma normaldır. Yəni məktəbdən el bircə dəfə şikayət gəlmişdi, o da heç problem mənim uşağımdan qaynaqlanmırdı. Deyirəm ki, vəsə maması, sizin dərmanla işiniz bitibdi. Digər 10 ananın 5-i. Səsi əsər bir şəkildə, göz yaşları içində, doktor, əvvəlkindən də pisdir. Zavatskoyuna qayıdıbdı. Məktəbdən bizi qovurlar. Bu haldakı anaya deyirəm ki, maması, demək ki, və bu arada hər iki anaya da təzə bir resept yazıram. Deyirəm, prosta bunu başlamırsınız. O 10 adadan 5-i ki, deyir ki, yaxşıdır hər şey. Deyirəm ki, o reseptlə ehtiyac yoxdur, bitdi. Amma bu digər 5 anaya da deyirəm ki, o arxadakı reseptə başla. Başlayandan sonra nə işte 4 ay sonra da gələrsən görərəm deyirəm. Yəni burada dərmana ehtiyac və o qədər var ki, elə dərmanı kəsdiyim, artıq mənə ehtiyacı olmayan, yaxud da məsələn kəsmişəm, 2 il sonra gəlir ki, doktor, bir başqa bir problemlə məsəl üçün də. Amma yəni blaqapaluçna o necə deyirlər də, o həmin o ilkin vəziyyətə görə kəsdiyim dərman və ehtiyacı olmayan bir sürü ailəmdə var. Onda bu ifadə autizm müalicə olunmur, şübhə altına sala bilərik. Yox. Müalicəni autizm eləmirik, davranışları eləyirik zaten. İndi qeyd elədiyiniz kimi. Burada bax bu mövzuya da toxunmaq istəyirəm. Şimdi autizm sağalmır məsələ. Olar mən özümdən bir şey danışım. Əlbəttə. Tamam. Autizm sağalmır məsələsinə, bax bunu da sizə deyim ki, yenə səmimi bir söhbət eləyirəm sizlə. Şimdi bilənlər bilir ki, mən Nahid Motavalli mənim hocam olubdu. Hocam da, Allah onu başımızdan əksik eləməsin həmişə deyirəm. Onun deməli illər öncə yəni dünyada bir cığır açdı Nahid hoca. Nə ilə? Dedi ki, otizm iyiləşiyor. Otizm iyiləşiyor. Mən də bunu sürekli deyirdim ki, hocam iyiləşmir axı. Deyir kızım, iyiləşiyor dediyim digər neyroinkişaf pozuntuya keçir deyir. Deyir, hafif olanlar, yüngül olanlar diqqət əksikliyi hiperaktiv pozuntu kimi görünür. Orta olanlar da inkişaf ləngiməsi kimi görünür. Və qadın haqlı. Və hətta elə də uşaqlar var ki, deyirdim, məsələn, onlar daha azdır. Bu daha genel olanlardır. Daha az olanlar isə gerçəkdən məsələn baxırsan uşaq bildiyiniz bütün simptomlar var idi də.
barmaq ucu olsun, qanad çırpma olsun, baxmamaq olsun, öz aləmində sıraya hər şey var. Çocuk bir də gəlir ki, məsəl üçün də təlimlərə getdi. 5 yaşında çiçək kimi zarafat da başa düşür, ironiyanı da başa düşür. Sözü havada da tutur. Heç bir stereotipiyası yoxdur. Nadirən belə də uşaqlar olur. Və şəxsi praktikamda onları da görmüşəm. Çox şoka düşmüşəm. Yəni məsələn elə şeylər olanda, bu arada indi bunu belə deyim, şey kimi də algılanmasın. Yəni bu çox nadir olan, bu dediyim ssenari. Çox yəni gec-gec rastlanır. Çox nadir. Yəni düşünün, Təəssüf mən ki. gündə 20 uşaqdan bir 15-i autizm diaqnozlu uşaq görürəmsə, yəni bu mən ildə 2-3 dəfə bu qədər təəccübləndiyim uşaq olur. Amma sizə deyim ki, o belə böyüyəndə illaki bir şeylər ortaya bir Çıxacaq. çıxar. Mütləq. Yəni o Mənə də Amma- valideynlər tez sual verir ki, Əsmər xanım, sizcə autizm sağalır, oxumusunuz bu barədə, yaxşılaşır? Mənim şəxsi, yəni subyektiv fikrim, nə zaman tutaq ki, mən deyərdim ki, oğlum sağalıb, yəni autizmdən çıxıb. Əgər böyüyəndə oğlum çox minimal dəstəklə müstəqil həyatını davam elətdirə bilsə, Mənim üçün də o da yəni o bir, qanad əlbəttə çırpsa bir, belə hə. böyüyəndə autizmdən çıxmaq sağalmış sayıla bilər. Yəni o zaman siz mən nə qədər uşaq sağaltmışam? Yəni Hə, yəni autizmdən çıxmaq deyəndə, yəni sağalmaq, Təbii. yaşlılaşmaq deyəndə biz nəyi nəzərdə tuturuq? Nisbətən müstəqil həyatını davam elətdirə bilir. Yox, amma siz bunu deyirsiniz, o zaman sağalır autizm. Yox, sağalmır. Təbii dediyiniz kimi amma bu yaşamağa uşağın, imkan verir. Müstəqil özünə yaşamağa. məxsusluqları qalır. Bəs mən ölkəmdə, bax indi buna yenə sizin vasitənizlə əminəm ki, burada autizmli övladı olan bir çox ailə bunu izləyəcəkdir. Baxın, mən sürəkli şimdi PR-a qalsa, mən bu ölkədə elə PR eləyərəm özümü. Yəni anlatamam da. Yəni o sağaldı, o çəkirlər, uşağımı sağaltdım. Hə. Mənim elə çiçək kimi uşaqlarım var ki, yəni həmin o dediyinizdə bilir ki, heç qanadı hamının yanında da çırpmır. Ha, gedir otağında çırpır. Gəlir ki, çırpdım. Onda deyir. Yəni o qədər çiçək kimi uşağım var ki, o PR-a gəlsəydi, hamıdan çox mən deyərdim ki, autizmi sağaltmışam. Bilirsiniz nə qədər autizmi sağaltmışam? Mən ölkəmdə sağaltmaq kəlməsini işlətməkdən çox qorxuram. Niyə deyəsəniz? Məncə düzdə edirsiniz. Çünki bəli. Çünki yenə o uşağıma görə qorxuram. Çünki həmin o uşağım danışır, məktəbə gedir, sinifin birincisidir, idealdır hər şey. O uşaq sabah gəlib deyəndə ki, gedib gəlib mövzunu kosmosdan açanda, anası ona dönüb deyəcəkdi ki, nə sey-sey danışırsan? Mövzumuz indi kosmosdur. Aha. Deməsin deyə mən o anaya heç vaxt sənin uşağın sağaldı deyə bilmərəm. Həmişə o anaya deyirəm ki, bax, sənin uşağın sabah qaynatasına deyəndə ki, nə bilim sən niyə ayağını elə üstünə aşıb qoymusan? Sən kimsəyə icazə vermə ki, ona tərbiyəsiz desinlər. O nə görürsə onu deyir. Ona görə sağaldı kəlməsini mən ölkəmdə işlə. Çünki mənim ölkəmdəki ana düşünsə ki, uşağımın autizmi var idi, sonra getdim doktora, doktor dedi ki, bitdi bu xəstəlik. Və sabah o zarafatı başa düşməyəndə, sınırını bilməyəndə, çox yüksək səslə danışanda, bir mövzuya ilişib qalanda, nə bilim, himcimi başa düşməyəndə, deyəcək ki, nə seysi hərəkətlər də eləyirsən bizim ölkəmizdə. Yəni həmin analar uşaq artıq məsələn 9, 10, 11 yaşında dediyiniz o tipik simptomları göstərməyəndə deyir ki, həkim onsuz səhv diaqnoz qoymuş. Heç mənim Yox övladımda idi, əvvəldən düzdür. autizm yox idi da. Bu arada bir də bax həmin o uşaqların əsas böyüyəndə, həmin o çıxdı dedikləri uşaq gətirdikləri simptom bilirsiniz nədir? Öz-özünə danışır. Hə. Öz-özünə danışır da ölkəmizdə ağlınıza ilk nə gələr? Şizofreniya. Doğrudur. Qorxaraq gətirir ki, Gətirir. doktor uşağımda şizofreniya. Əvvəl deyirlər Mən belə də bir maşın sürəndə özüm şizofreniyadır. özümlə danışıram. Deyə bilər danışır. Onlar danışır. Yəni ona görə sağaldı məsələsi bəli. Onu deyirəm ki, maması yüngül olanlara deyirəm ki, o sağaldı kəlməsini istifadə edin. Mənim yanıma gələnlər analar da təsdiq eləyə bilər. Şərhlərdə yaza bilər ki, hə doktor bizə də elə dedi ki, deyirəm ki, bax, yüngül, bax bu diaqnozu qoyuram. Bu diaqnoz qonşu nənə üçün, müəllim üçün ya da ki, qaynanan üçün deyil. Sən, mən, atası üçün. Biz yaxımız çevrə. Sən deyirəm zaten bu uşağın autizm spektr pozuntusunun olduğunu gedib başqa yerdə desən, deyəcək ki, sən başın xarabdır, uşağına ad qoyursan, vəbşə o həkim də vəbşə başdan xarabdır, zaten hamıya autizm deyir. Ona görə o yüngül olan uşaqlara deyirəm ki, o zaten həyatında xüsusiyyət olaraq qalacaqdır. Amma onun fərqli beyni hər zaman olacaqdır. Evet. Az öncə indi siz danışanda dediniz ki, bilmirik bir uşağa 1 ildə verə bilərik, 5 ildə verə bilərik və çox təəssüf ki, biz bilirik ki, autizm spektr pozuntusunda özünə aqressiyaları, ətrafına zərər vermə halları
tez-tez rast gəlinəndir, belə deyək. Və çox təəssüf olsun ki, uzun müddət antipsixotik dərmanlar qəbul etməyə məcbur olurlar. Ailə də məcbur olur, həkim də yazmağa məcbur olur. Amma biz hər birimiz bilirik ki, antipsixotik dərmanların müxtəlif metabolik yan təsirləri olur. Həmçinin uzun müddətli istifadənin özünün başqa yan təsirləri olur. Mən istəyərdim sizdən soruşum ki, bu riski siz necə qiymətləndirirsiniz? Məsələn, mən bir araşdırma oxumuşdum ki, uzun müddətli yüksək dozada antipsixotik qəbulu koqnitiv ləngiməyə gətirir, çıxarır. Bu fayda və riskdən biraz balansından danışa bilsəz. Şimdi belə deyim. 5 il qabaq idi də Covid pandemiyasında dünya dayanmışdı. Sonra çox sevincək bir şəkildə dedik ki, peyvənd tapılıb və hamımız qaçdıq, vurdurduq. Bu peyvəndin yeni yaranmış bir peyvənddir. 50 il sonra üzərimizdə necə bir təsir buraxacağını heç birimiz bilmirik. Ola bilərmi? Ola bilər. Olacaqmı? Bilmirik. Antipsixotik dərmanların tarixi artıq 70 ildən çoxdur. Və çox araşdırılan dərmanlardır. Yəni üzərində tədqiqat geniş istifadə olunduğu üçün tədqiqatları da çoxdur. Koqnitiv ləngimə deyəndə, məsələn, bax bunu siz də oxuyanda koqnitiv ləngimənin necə bir şey olduğunu algıladığınızı bilmirəm. Ancaq ümumi olaraq uzun müddətli antipsixotik dərman verilən və verilməyənlərə baxdıqda, şimdi baxın, hər zaman normal bir insana antipsixotik verilməz. Doğrudur. Ehtiyacı yoxdursa verilməz. Ancaq ehtiyacı olub da verməyənlərə baxdığımızda, ehtiyacı olduqda və verilənlərə baxdığımızda kesinliklə ehtiyacı olub dərman verilənlərin həyatı daha yaxşıdır, hər tərəfli. Koqnitiv bacarıq da, davranış da, həyat ömrü də, bütün biləcəyiniz hər şey daha yüksəkdir. Və bu sadəcə autizm spektr pozuntusundan söz getmir. Həmin o dediyim diqqət əksikliyi hiperaktiv pozuntudan. Yəni 2 dənə uşaq var, ikisinin də ilaca ehtiyacı var. Birinə verdik, birinə vermədik. 10 il sonra bu ikisinin də həyatına baxırıq. Dərman içməyən uşağın həyatı puç olubdu. Dərman içənin isə digər yaşıtları kimi normal davam edibdir. Elə bu sözünüzə dünən bir türk doktorun qarşıma videosu çıxdı, diqqət əksikliyi hiperaktivliklə bağlı. Dərmanların asılılıq yaradır. Bilirik ki, onlarda o bayaq dediyiniz qırmızı reçetə ilə verən dərmanlar asılılıq yaradırmı? Orada doktor bağımlısı olubdu. Çox gözəl yargıladı ki, onsuz da bu uşaqların böyüyəndən sonra bağımlı olma problemi var. Siz bu dərmanı verib daha təhlükəsiz bir şeyi verib onun qabağını almaqdansa indidən onu fikirləşirsiniz və vermirsiniz dərman. Gələcəkdə hansı problemlərlə üz-üzə gələ bilərsiniz? Onu sizin dediyiniz məsələ. Və ona görə də dediyiniz riskə baxdığımda mən ehtiyacı olmayan heç bir uşağa dediyim kimi ana mənə yalvarır ki, yox, ver də doktor. Yəni ver daha sağ. Mən görürəm ki, çocuğun bu yapdığı yaramazlıqlar yaşına uyğun yaramazlıqlardır. Yəni o ana da təbii sakit uşağına demir ha ver dərman. Yəni çətin uşaqdır, amma görürəm ki, bu dərmanlıq düzeydə deyil də. Yəni sadəcə yəni fərqli prizmadan baxırsınız. O ana kimi baxır, siz həkim kimi baxırsınız. Yəni mən görürəm ki, burada onun məsələn bağçadan heç bir şikayət gəlmir bu uşaq, təlimdən gəlmir. Evdə səni görəndə bu dəcəllik eləyir. Normal. Amma yox, bağçadan çıxardılar. Çıxardılımız artıq 5-ci bağçadır. Təlimə gedə bilmir, adaptasiya ola bilmir. Ancaq ağlayır, özünü yerlərə atır deyilən uşağa mən dərman verəcəm, bunun riskini də alacağam. Və yenə aldığım risk o dediyiniz qədər asla böyük risklər deyil. Aldığımız risk nədir? Yenə bunlar uzun vadəli 30 illik araşdırmalar var bu yöndə. Bəli. Aldığımız risklər. Bəli, antipsixotiklər iştah açır. Bəli. İştah açdığı üçün çəki artdırır. Çəki artdığı üçün insulin dirənci olur. Şəkərə gəlib çıxarda bilir. Amma burdan yəni bunu dinləyənlər də xahiş edirəm düşünməsin ki, yəni onu nəzarətsiz biz qoyuruq o uşağı. Yəni dərman seçərkən ona uyğun seçirik, fiziki aktivliyini artdırırıq, qidalanmasını ona görə qoruyuruq ya da ki prolaktin birliyi artdırır. Prolaktinin nisbi artmasında heç bir problem yoxdur. Hə, sinəsindən süd gəldiyi anda da başqa dərman yazacağıq. Məsələn, ən tipik görülən, yəni yuxu halı oldu. Bu zaten 10 günə keçib gedəcəkdir. Yəni elə aldığımız ən böyük risk dediyim kimi metabolik yan təsirlər, yəni çəki artımı ilə bağlı. Amma bu çəkmə artımı da hər uşaqda görsənilmir. Kontrol altına ala bilirik, yanaşı başqa dərmanlar da verə bilərək. Prolaktin artışı, onu da dediyim kimi
Bunun da zaten tibbi cəhətdən, yəni 20 idisə 50 vaid oldu, bunun heç bir əhəmiyyəti yoxdur. Hə, 100-dən daha çox və ya simptom varsa, sinədən süd gəlirsə, orada da bir dəyişim eləyirik. Yəni düzəldə bilməyəcəyimiz heç bir yan təsirə səbəb olmur bu dərman. Və mən deyirəm ki, yəni mən ən yaxınlarıma verirəm bu dərmanı. Sırf diqqət əksikliyi, hiperaktiv pozuntu, yəni ailəmə verdiyim dərmanlardır. Yəni əmin olmasaydım verməzdim. İkincisini də Allaha qurban olum. Yəni kimsə zaten heç bir şeydən, yəni bizim spazmalqonun bizə nələr eləyəcəyini bilə də bilmirik. Və burada da həmişə dediyim tərəziyə qoyub baxıram mən. Bizə nə fayda verəcək, nə zərər verəcəkdir. Əgər bəzən gəlir uşaq, görürəm ki, məsələn, bu çocuqda mənim heç bir faydam dəyə bilməz. Deyirəm ki, maması elə paranı, pulunu ancaq təlimə ver. Analizə falan da vermə. Mən yazmadım deyə başqa həkimə də aparma xahiş edirəm. Autizmlə müraciət edəndə əlbəttə ki, yanaşı nəsə olur. Ya dəfə olur, ya OKR olur, nəsə olur da. Yəni çox nadir hallarda autizmi aşkar etmək üçün nəyisə azaldırıq ki, başa düşək ki, bu uşaqda nədir. Sadəcə dərmanları verərkən eyni təsir göstərmir və hələ də məndə də olur o. Hələ də sual altında qalıram. Bu dəqiq görürsən autizmdir. Bunu dəfə imkan vermir axı başa düşək bu nədir. Yəni siz onlarla rastlaşanda nə edirsiniz? Ümumiyyətlə necə anlamaq lazımdır ki, bu dəfdir yoxsa autizmdir? Onu necə tənzimləyirsiniz? Açıqcası yox. Yəni məsələn, orada heç arada qaldığım bir şey olmur. Çünki fərqli şeylərdir. Fərqli şeylərdir. Sadəcə o bilirsiniz problem nədədir? Yəni o davranış pozuntusu DHB-nin yaratdığı davranış pozuntusudur yoxsa Yəni autizmin ilkin yaratdığı? olaraq Bəli, autizm ilkin gəlir, yoxsa dəfmi onu gəlir? yaradır, Çünki yoxsa tərsinə olur? Klassifikasiya baxanda bir çox məsəl üçün simptomları var, simptomlar, çoxdur. disleksiya simptomları diqqət düzdür. əksiliyindədir, Ordadır autizm və tərsinə. Məsələn, bu dediyiniz o zaman belədir. Siz daha detallı belə Ha, həkim. belə. Məsələn, daha detallı baxacaq olsaq, yəni bariz şey. Məsələn, bəzən çocuk gəlir, bəli. Uşaq gəlir, göz təması qurmur. Boş-boş danışır. Canım mənim balalarım. Sevirəm sizin boş danışmanızı da. Boş-boş danışır. Otura bilmir. Kontekstdən kopukdur da görürsən. Bəli, o çocuğa məsələn, onun ailəsinə də kimi zaman şübhəm çox azdısa, ailəyə demirəm və orada da özümə mötərizədə yazıram ki, ASP sual işarəti ailəyə demədim. Okay. Amma bəzilərdə olur ki, ASP sual işarəti ailəyə dedim. Nə edirəm? Həmin o ailəyə görürəm ki, ana çox panikör ana deyilsə, endişələrimi açıram. Görürəm ananın da zaten belə bir endişəsi varsa, açıram bunu ki, hə, yəni belə diqqət əksikliyi, hiperaktivlik bu qədər qopuqluq yaratmaz. Yaradanı da varmı? Var. Məsələn, bu arada, bax bu dediyim biraz iş təcrübəmin daha az olduğu dövrlərdə daha çox tərəddüd eləyirdim. İndi açıqcası bu tərəddüdlərim azalıb. Praktika çox önəmlidir. Yəni bunu hərə öz iş sahəsində bilə Özəl bilər ki, psixiatriyada çox önəmli. bəli, yəni çox da, yəni o mən özüm də məsələn mən 3 il əvvəlki aydan deyiləm. Yəni insan inkişaf eləyir, gördükcə artıq başa düşür. O anıya ki, dedim ki, sual işarəti, deyirəm ki, bax maması. Nə edəcəyik biz sizlə indi? Tipdə belə bir yöntəm var. Yəni belə bir zaten bir çox xəstəlikdə hətta belə eləyirik. Tədavidən tanıya getmə. Müalicəmi yazıram. Müalicədən sonraki halda əgər bu çocuğun sosial bacarıqlarında, bax bu kopuq danışmalarında, göz təması problemində nərdeysə sıfırlanacaqsa, mən deyəcəm ki, sən uşağında diqqət əksikliyi, hiperaktiv pozuntu var imiş. Amma yox. Dərman verdim. Bəli, uşağın davranışları yaxşılaşdı. 10 dəfə boş danışırsa 5 dəfə danışır. 10 dəfə gözə baxmırdısa 5 dəfə baxır indi. Deyəcəm ki, həm o var. Yəni kimi zaman Yenə də müşahidə edirik. Bəli, əlbəttə müşahidə. Məsələn, zəka testi istəyirəm o uşaqda. Zəkasında problem çıxacağı üçün yox. Viskar testi məsələn, indi onu da deyəcək. Məsələn, bizdə zəka testi belə ölkəmizə uyarlanmış, bizim uşaqlara uyarlanmış zəka testi yoxdur. Amma yoxdur deyə indi əlimiz qolumuz bağlı otura bilmərik. Də yəni, okey, türklərin suallarını icra eləyirik. Qardaş ölkəninkini eləyirik. Zəka testində həmin bu yanaşı spektr olan uşaqda baxırsan ki, performans bacarığı 120 parlaq zəka çıxır. Sözəl bacarıqda, məsəl üçün, oxşarlıq superdir, gözlə olan şeylərdə. Mühakimə gəlir çox düşük çıxır. Yəni burada artıq mən DHB sadəcə düşünmürəm. Kesin autizm spektr pozuntusudur deyirəm.
Ona görə də o siz dediyiniz məsələ olur, valideynlər kimininsə siz otağa daxil olduğu andan başa düşürsüz ki, o Bəli, bəli. uşaq autizmdir. Çox nadir hallarda da çox Yox, detaylı araşdırma o qədər var ki, lazım deyirəm olur ki, bax ki, bunları elə, sonra mənə də WhatsApp nömrəmə yaz, görüm müəllimə nə deyir, zəka testi necə çıxdı, dərmandan sonrakı hal. Yəni bəli, o var, çox deyil, var amma sualla yazdıqlarım. Hətta kimisini ailəyə paylaşmadan özümə sual qoyduqlarım. Yəni bizim üçün də asan deyil təbii ki. Bir də Aydan xanım, qısaca istərdim buna da bir fikir bildirərsiniz. Bu dediyiniz komorbid hallar ki var, dəbdir, üstəgəl, OKP-dir, üstəgəl. Təşviş Var ki, məsələn, pozuntusudur. sadəcə dəb olan uşağa veririk ilk dərmanlardan ya OKP olan uşaqlara veririk uyğun dərmanları, təsir göstərir. Bəli, Autizmdən üstəgəl olanda çox vaxt təsir göstərmir. Ailələrin şikayəti Bəli, bundandır. bəli, Yəqin siz də praktikanızda 100%. bundan. Elm bunu necə izah edir? Niyə təsir eləmir bizim uşaqlara? Çünki beyin strukturları fərqlidir. Dərman metabolizması fərqlidir. Yəni beyindəki bölgələrdə və hələ bu açıqlanılar bir şeylər deyil. Amma beyin bölgələrdəki əksik və artıq olan şeylər normotipik beyinlə spektrli beyin tamam fərqlidir. Dediyiniz kimi, elə dərman, yəni antidepressan dərmanı belə deyim də, hamı su kimi içir. Ölkəmizdə də, dünyada da. Amma siz gəlin həmin o antipsikotik dozanı bir autizm, yəni həmin təşviş pozuntusu OKR olan uşağa verin o həmin o dozada antidepressan dərmanı. Görün necə coşur. Yəni ona görə onların həm metabolizması, həm beyin strukturu tamamilə fərqli və hələ tibbən açıqlanmayan, yəni konkret işte amigdalada bu belədir, prefrontal bölgədə belədir, digər bölgələrdə belədir, açıqlana bildiyi bir şəkildə deyil. Sadəcə bilirik ki, daha fərqli olduğu üçün və morfologiya, yəni reseptorlar, qaraciyər o metabolizması da fərqli olduğu üçün fərqli reaksiyalar verə bilir. Kimi zaman mənfi təsirləri ilə özünü göstərir, kimi zaman veririk, heç bir təsir olmur. Amma belə deyim, bunlar daha az olur. Əsasən ailəyə dediyim şey nədir? Məsəl üçün, uşağın sadəcə təşviş pozuntusu var, dərman verirəm. Deyirəm ki, maması %80 düzələcəkdir bu uşaq. Yəni bizim dərmandan gözləntimiz 80%-dir. Bu da çox böyük bir faizdir. Yəni nərdeysə yox qədər. Amma autizmli uşağın anasına deyəndə deyirəm ki, gözləntim 20-30%-dir. Bu 20-30% üçün də mən dərman verirəm bu arada. Niyə verirəm? Çünki çox əlacsızıq biz autizm spektr pozuntusunda. Ana zaten hər şey eləyir. Təlimi aparır, evdə nəfəs almadan uşaqla məşğul olur. Yəni uşaq uşaqlıqdan təlim, yəni daim məşğələdə olmuş bir uşaqdır. Hər zaman dediyim, eyni türklərin yaxşı bir sözü var. Aynı şeyi yaparaq farklı sonuç bekləyəməyiz. Sən zaten bunları yapırsan. Mənim eləyəcəyim dərman müdaxiləsi, deyəlim ki, heç təsir eləmədi. Hər zaman yığışdıra bilərik. Amma o 20-30% təsir eləsə də, o bilirsiniz nə qədər qazancdır? Yəni məsələn 50 manata aldığım dərman bir 30% mənim uşağımın həyat keyfiyyətini düzəldirsə, mən bunu niyə də eləməyim? Mən hər zaman həkim olaraq buna baxıram. Ayda xanım, çox maraqlı idi. Çox Mənim təşəkkür üçün də. edirik. Yəni hər tərəfli məncə çox geniş danışdıq. Sonda sözünüz ailələrə, valideynlərə son olaraq nə demək istəyərdiniz? Yəni birini seçsək, ən belə vacib olan məsləhət nə ola bilər? Bizim hocamız var idi. Deyirdi ki, bu autizm spektr pozuntusu qısa koşu maratonu deyil. 100 metrəlik bir maraton deyil. Bu 10 kilometrəlik bir maratondur. Bütün enerjinizi, yükünüzü bir səfərə, bir nəfəsə xərcləməyin. Uzun yolculuqdur. Bu yolculuqda ilk növbədə valideyn olaraq özünüzə yaxşı baxın, hər zaman dediyim şeydir. Heç zaman, məsələn, dünən yenə bir ana gəlir deyir ki, uşağım yaxşı olsun, ondan sonra mən də yaxşı olacağam. Onun yaxşı olmasını gözləməməlisiniz. Bilirəm, mən danayam, mən də elə düşünərəm. Amma mən bir həkim olaraq deyirəm ki, sizə, bu zaten hər zaman sizinlədir. Özünüz yaxşı olun ilk növbədə, xoşbəxt olun, rahat hiss eləyin. Sizin xoşbəxtliyiniz o uşağınızın ruhuna yansıyacaqdır və əl-elə daha güclü olub bu uzun yolda bərabər daha rahat irəliləyəcəksiniz. Hətta təyyarədə həmişə deyirlər ki, birinci ana taxsın, Bəli, sonra bəli. övladla kislorod maskanını Mənim tək versin. deyə biləcəyim odur ki, analar, atalar, özünüzə yaxşı baxın.
Çox aktual mövzudan danışdıq bu gün. Düşünürəm ki, ümid edirəm ki, valideynlərimiz bir çox suallarına cavab tapdılar. Təşəkkür edirəm Aydan çox xanım. təşəkkür edirəm. Həmişə kimi aydın izah etməyə çalışdınız bizə, həmçinin izləyicilərimizə. Əgər bəyəndinizsə, əziz izləyicilərimiz, mütləq bizi izləyin və paylaşın. Təşəkkür edirik. Təşəkkürlər.